Rızanı gözləyirəm. Gəlsin gedirik olanla köynək alacaq. Mən də sumka almaq istəyirəm özümə bir dənə iri sumka. Sumkalarımın hamısı demək olar ki balacadır. Uşa mənə əl vermir də. Böyük sumkaya ehtiyacım var. Bir də ola bilsin kaşok aldım. Baxacam. Sonra bir saat mənə deyir ki hazırlaş. Tez çıxaq. Mən çıxmışam, gəlib oturmuşam maşında, elə yoxdur. Hansı çantanı alacağımı əvvəlcədə dəqiqləşdirdiyim üçün mağazada həmin çantanı görmədim və almadım. İlk Zaraya girdi, elə köynəkləri də oradan aldıq. Sonra da mənim üçün gəldik buradan kofe almağa. Bu tortların kəsimi bütün hər yerdə görürəm kofe shoplarda. Çox dəqiq üçbucaq şəkildə kəsilir də tortlar. Çox paxıllanıram. Mən o dərəcədə səliqəli kəsə bilmirəm tortları. Burada da mənim yeməyin yanında qoyduğum salatları adi bir salat 10 manata verirdilər. Yəni öz gördüyüm iş nə qədər böyükdür. Kocam özünə paltar alıb, mən özümə kofe almışam. Kocam məmnun, mən məmnun. Və heç vaxt itirmədən qayıdırıq evə, çünki uşaqları futbola aparmalıyıq. Vaxt itsin istəmirik, uşaqlar da geciksin istəmirik. Həm də bazar günüdür, birdən probka olar falan filan. Bu şeyləri nəzərə alıb çox da vaxt keçirmədik, tez qayıtdıq. Amma bəyəndiyim burada başqa şeylər oldu. Yəqin ki bir gündə onlar üçün gələcəm. Babonun materialını bilməm, göstərə bilməyəcəm məncə, amma çox qəşəngdir. Orada qəşəng görsənmədi, istədim belə göstərim. Belə bir material var, çox yumuşaqdır, olduqca yumuşaqdır. Hər ikisinə 95 manat ödədik, ümumilikdə 190 manat 50 qəpik. Bir də belə bir, bu vəbşə xoşuma gəldi. Material çox qəşəngdir, ütüyə də rahat gedəcək. Bunda qiyməti 95 manataydı. İkisi də çox qəşəngdir, çox bəyəndim. İndi gedirik, evə gəldik. Biraz oturduq, çay falan içdik. İndi gedirik futbola. Futbola gedəndə yolda mən də ingilis dili götürmüşəm, özümdən işləyəcəm. Uşaqları futbola aparırıq. Oradan çıxandan sonra yəqin ki yarmarka. Yes. Baxım sənə. Nə qəşəng görünürsən, ay oğlan. Burada da hədiyyə mağazasına gəldim. 1 iyun uşaq bayramına görə oğlumun sinifi uşaqlara hədiyyə axtarır və biz əslində bura girməkdə məqsədim paket baxmaq idi. Yəni hədiyyəni artıq seçmişik, paket axtarırdıq. Və burada maraqlı şeylər gördüm. İstədim sizə də göstərim. Çox qəşəng stakanlar vardı. Mən ümumiyyətlə kap fincanlara çox belə marağım var. Əslində heç mən içməsəm də, necə deyim, belə suvenir kimi evdə olsun istəyirəm belə şeylər. İnşallah. Burada da bunlar 3 manataydı kosmetika üçün, üz yuma vaxt istifadə edəcək, maska vaxt istifadə edəcək. Münasib idi, çox münasib idi qiymətlər. Həm də qəşəng idi. Yəni hədiyyəlik məncə maraqlıdır. Uşaqların, yəni gənc yaşda olan insanların bəyənəcəyi şeylərdir. The sun is shining bright like a colorful aurora. It paints the world in hues of orange and white and more. I'm gonna start packing my bag. I'm leaving all worries behind. Let's go, I need to get my own summer style back. The breeze is playing soft through the palm trees loft. Seen it whisper secrets of each land. The sound of the waves lapping on the beach is like a pleasant melody. Soothe my heart's troubles. Windows down with the wind in my hair. I feel so free. Oh, it's the
Və uşaqları buradan götürdü. İndi gedirik yarmarkaya, həftəlik alış-verişimizi eləməyə. Əslində adı həftəlik oldu. Demək olar ki, yarmarkada heç nə yox idi. Bəlkə də biz gec getmişdik. Hər şeyin sonu idi. Ya bu həftə nəsə yaxşı değildi, amma heç razı qalmadıq. Yəni çox az şey aldıq. Heç mən fikirləşdiyim şeyləri də ala bilmədik. Çöldən yorğun gəlmişdik və çox susuz idim. Elə aldığımız meyvələrin də deyim ki, əksəriyyətini yarmarkadan almadıq. Gəlib meyvə tərəvəz mağazalarından aldıq. Hərəsində bəzilərini ayrı-ayrı mağazalardan aldıq. Yəni istədiyimiz hər şeyi yerində tapa bilmədik. Çox susamışdım. Uşaqlar da yorulmuşdu. Dedim ki, meyvə doğrayım, bir meyvə yeyək. Ondan sonra başlayım axşam yeməyini hazırlayım və qalan işlərimi səliqəyə salım. Aldığım meyvə tərəvəzdə yerbəyer eləyim. Qarpızı 2 dəfə də almışdıq. Amma düzü biraz ağ görsənir, amma dadı çox qəşəng idi. Yəni şirin, sulu qarpız idi. Mən bəyəndim açığı. Düzünə qalsa mən çox da meyvə sevən, ya meyvə yeyən insan deyiləm. Məsələn, ürəyim heç vaxt meyvə istəməz. Yəni heç istəməyib də. Mən xatırlamıram ki, hansısa bir meyvəni ürəyim istəyib və sırf özüm söhbət məndən gedir, uşaqlardan yox. Özüm istəyirəm deyə marketə gedim. Yəni belə bir şey heç vaxt olmur. Məsələn, mənim ürəyim heç vaxt çiyələk istəmir. Milyon dənə çiyələyə gəlsinlər, töksünlər qabağıma, satışını görüm. Heç vaxt mənim yəni ürəyimdən keçmir ki, ondan bir dənəsini götürüm yeyim, ya alça olsun, ya çox belə necə deyim, iştah çəkən meyvələr olsun da. Məndə o olmur. Məndə iştah ən çox pomidor salyan pomidorları olur, çox bəyənirəm. Biz həftəyə 5-6 kilo alırıq da, gündə 3-4 dənəsini yeyirəm. Çox xoşlayıram. Amma belə meyvəyə qalanda yox. Heç məsələn qarpız olar evdə, yemiş olar evdə, bir dilim yeyib dadına baxaram. Aşırı şəkərli olurlar. Yəni mən onları yeyə bilmirəm. Bilmirəm. Şirin şey çox sevmirəm. Uzun müddətli yemirəm deyənə yeyəndə özümü çox ağırlaşmış hiss edirəm. Yəni davriyem falan da qalxa bilər. Hətta çünki bədən yad gəlir, necə deyim, şəkər bədənə. Belə, amma məsəl üçün ürəyim hansı meyvələri istəyər? Gec-gec yedim, retki yedim. Məsələn, mango istəyərəm, arada istəyərəm. Sonra dragon fruit istəyərəm. O da deyirəm, yenə də deyirəm də həmişə yox, arada bir. Qışda tez-tez alırdıq mango, birdən ürəyim istəyir. Əslən, mango necə bir dadı var? Şirin, çox şirin balqabaq dadı gəlir. Yəni balqabağın daha sulu, daha şirin, daha yumuşaq, daha meyvəmsi teksturada olan mangodur. Yəni amma uşaqlarım heç mənə oxşamayıb. Şükürlər olsun da ki, mənə oxşamayıb. Yəni meyvə sevəndilər, meyvə yeyəndilər. Meyvələrdə də bol-bol vitaminlər var. Mənə yəni xoşdur. Onlar üçün meyvə qabları hazırlamaq. O meyvə qabını görəndə çox sevindilər. Bu elə mənim bütün yorğunluğumu götürdü. Belə xoş oldu. Bir bazar günündə bu şəkildə keçirdik. Həmd olsun yaradana. Qəşəng. Alma balı geldi. Axşam yeməyini yedik, süfrəni yığışdırdım. Ondan sonra da çay içməyə Mamagilə getdik. Bir həftədir Mamagilə getmirdik. Dedik ki, elə axşam gedək orada çay içək. Yaxşı gedək. Qəşəng də yağış yağırdı. Getdik, belə biraz oturduq, vaxt keçirdik. Sonra gəldik evə. Bir bazar günümüz də belə bitdi. Bu videonu da bugün editləyib, hazırlaşıb paylaşdım. Qəşəng də yağış var idi çöldə. Çox xoş oldu. Həmd olsun yaradana, gözəl günlər nəsib edən Allaha. İnşallah bundan sonra daha da gözəl günlərimiz olacaq. Səncə ata sənə bir dənə snickers almaz. Sənə